Salam Salam aleyküm. Kərimət. Axşamınız xeyir olsun Xeyir Kərim müəllim. müəllimə. Xoş gördük hər birinizi. İnşallah ki, hər biriniz yaxşısınız. Başlayaq dərsimizə. Demək qeyd eləmişdim ki, bugünkü mövzumuz sizinlə təlimin təşkilinə verilən tələblərdir və bugün mövzumuzu keçən dəfəki kimi hansı ki, məntiqi situativ suallar üzərində öyrənəcəyik. Gəlin başlayaq Dilarə müəlliməmizlə. Bəli müəllimə, axşamınız xeyir olsun. Xoş gördük bir daha siz əziz müəlliməmiz. Demək müəlliməmiz, təlimin təşkilinə verilən tələblərdə tərbiyəçi müəllimin istifadə etdiyi prinsiplər var idi. Bax, bu günləri həmin o prinsipləri biz sizlərlə hansı ki, daha çox situasiyalar üzərində öyrənəcəyik, fərqləndirəcəyik. İlk öncə bizə qeyd edin. Deyirəm ki, məktəbəqədər təhsil müəssisələrində uşaqların öyrənməyə olan marağını artırır. Öyrəndiklərini isə daha keyfiyyətli mənimsəməsinə şərait yaradır. Biliyin hafizə üzərində uzun müddət yaşamasına imkan verir. Söhbət hansı prinsipdən gedir? Müəllimə, əyanilikdən gedir. Bəli, əyanilik prinsipimizdən gedir. Bəs məktəbəqədər təhsil materiallarının koqnitiv xarakter daşımasına imkan verən prinsipimiz hansıdır təlimin təşkilinə verilən prinsiplərdən? İdrak fəallığı müəllimə. Bəli, idrak fəallığıdır. Demək, müəlliməmiz, gəlin keçək situasiyalarımıza. Deyirəm ki, müəllim uşaqlara müxtəlif fiqurlar verir və hansından ev düzəltmək olar sualını verir. Uşaqlar fərqli variantlar təklif edirlər, sınaqdan keçirdirlər. Bax, bu prinsipin hansı təlimin təşkilinə verilən tələbə əsaslanır? Müəllimə, bu da idrak fəallığıdır. Çünki müəllimə tapşırıq verir də uşaqlara. Bəli, əziz müəllimlər, demək, idrak fəallığının məzmunu uşaqlara koqnitiv materiallar verməkdir. Koqnitiv. Və eləcə də bax müəlliməmizə verdiyimiz sualda da qeyd elədim ki, müəllim uşaqlara müxtəlif fiqurlar verir və hansından ev düzəltmək olar sualını verir. Düzdür, Dilarə müəllimə? Bəli müəllimə. Yaxşı, bəs deyirəm ki, müəllim uşaqlarla külək əsdi oyunu oynayır. Və bu oyun zamanı cüt-cüt olmaq, bir-birinə qulaq asmaq, birlikdə hərəkət etməyi də tapşırır. Bu hansı prinsipə əsaslanır? Müəllimə, bu əməkdaşlıqdır. Bəli. Açar sözlərimiz nə oldu? Cüt-cüt olmaq, Çünki bir-birinə qulaq asmaq, birlikdə hərəkət etmək. Düzdürmü? Əməkdaşlıq bacarıqlarının formalaşması idi. Deyirəm ki, tərbiyəçi müəllim su necə buxarlanır mövzusunda müəllim uşaqlara stəkanla su, günəş təsviri və real müşahidə imkanları yaradır. Bu hansı prinsipə əsaslanır? Müəllimə, bu da əyanilik olar da. Çünki uşaqlar müşahidə edirlər, baxırlar. Bəli. Bax, qeyd edirik ki, tərbiyəçi müəllim mövzunu keçərkən otağa müəyyən bir əşyalar gətirirsə və yaxud da güşədə olan maddi texniki bazadan istifadə edirsə A-dan Z-yə. Demək ki, tərbiyəçi Bəli. müəllim təlimin təşkilinə verilən prinsiplərdən əyanliyə əməl edir. Düzdürmü? Əyanlik prinsipimizə əməl etmiş Bəli. olur. Doğrudur. Yaxşı, deyirəm ki, müəllim uşaqlara hazır cavab vermir. Əvəzində onlardan səncə necə ola bilərdi? Sən olsaydı necə edərdin kimi suallar verir. Və uşaqları bir növ düşünməyə sövq edir. Bu hansı prinsipin tətbiqidir? Düşünməyə, müəllimə, bu da idrak olar. Bəli. İdrak fəallığı. Uşaqlara koqnitiv materiallar veririksə, onlar problemli situasiyalar həll edirlərsə, düzdürmü? İdraki fəallığını artırırıq. Elədir? İdrak fəallığını artırırıq, düzdür. Bağçaya ilk dəfə gələn uşaq haqqında müəllim valideynlə söhbət edir. Uşağın marağı, musiqi zövqü, sevdiyi yeməklər haqqında məlumat alır. Tərbiyəçi hansı prinsipə əməl edir? Söhbət hansı təlimi təşkil? Əməkdaşlıq. Müəllimə, əməkdaşlıq. Bəli, çünki valideynən hansı ki, övladı haqqında məlumat alırsa, söhbət edirsə, düzdürmü? Payız fəslində yarpaqların necə töküldüyünü izah etmək istəyən müəllim uşaqları həyətə aparır. Söhbət hansı təlimin təşkilinə verilən tələbdən gedir? Əyanilikdən müəllimə. Bəli. Çünki aparırıqsa, göstəriksə, müşahidələr olunursa, aydındır, səhər fəaliyyətində etdiyiniz müşahidələr
Nəyə imkan yaradır? Hətta MİQ imtahanına salınan suallardandır ki, tərbiyəçi müəllim səhər Bəli. fəaliyyətində uşaqlara, məsələn, müşahidələrə sövq edirsə, təlimin təşkilinə verilən hansı tələbə əməl etmiş olur? Əyaniliyə. Düzdürmü? Göstərirsən də ona əsaslanaraq deyirik. Bəli. Yaxşı, bu sualıma da cavab ver. Müəllim hər səhər uşağın sağlamlığı üçün onun idman etməsinə xüsusi diqqət edir. Bəli, və bu şəxsiyyət yönümlüdür də, həyatda zəruri bacarıqlar, Aha. nə bilim, Bəli. uşağın yemək Bəli. yeməsi və Demək yaxud biz da bunu didaktik yatması. prinsiplərdə də öyrəndik, düzdürmü? Eyni məzmundur. Orada da qeyd elədik şəxsiyyət yönünü. Elə də orada necə öyrənmişdinizsə, orada öyrəndiklərinizi gətirib burada yerinə qoya bilərsiniz. Bəli, orada da qeyd edirdik ki, uşağın sağlamlığı, düzdürmü? Və sağlamlığı Bəli. üçün hansısa fiziki hərəkətlərin etməsi, yəni orqanizm möhkəmləndirilməsi üçün tədbirlərin aparılması. Bunların hər biri şəxsiyyət yönümlü. Çünki zəruri həyati bacarıqların formalaşması idi, doğrudur? Zəruri həyati bacarıq. Bəli. Eyni zamanda nəyə qeyd eləyirdik biz? Gün rejiminə də əməl etmək şəxsiyyət yönümlü Şəxsiyyət yönümlüdür. prinsipimizdə yer alırdı, doğrudur. Dilarə müəllimə təşəkkür edirəm. Sizə davam edək Leyla müəlliməmizlə. Siz də müəllim. Bəli, mənim axşamınız xeyir. Xoş gördük müəlliməm. Leyla müəlliməm, demək bugün mövzumuz təlimin təşkilinə verilən tələblərdir. Tərbiyəçi, müəllim, uşaq, valideyn münasibətləri dedikdə hansı prinsipimiz nəzərdə tutulur? Əməkdaşlıq prinsipi, təlim üçbucağı. Bəli, doğrudur. Dedik ki, həm təlimin təşkilinə verilən tələbdə, həm də didaktik prinsiplərdə eynilik təşkil edən prinsipimiz hansıdır? Şəxsiyyət yönümlülüklə müəllimə, bu nəticə yönümlülükdür. Düzdür. Hər ikisində var. Adlar eynidir, məzmun da eynidir. Bəli, doğrudur müəlliməmiz. Uşaqların fərdi və fərqli ehtiyaclarını nəzərə alırıqsa, hansı prinsipə əsaslanaraq? Fərdidirsə müəllimə, bu differensiallaşdırmadır. Differensiallaşdırma və fərdiləşmədir. Və differensiallaşdırma, həmişə bəli. müəllimlərə qeyd edirəm ki, testlərdə çaşdırıcı məqamlardan biri, baxın, bizim didaktik prinsiplərdə öyrəndiyimiz uşaq yönümlüdə nə görürsünüzsə, gətirib qoyuruq burada hansı ki, differensiallaşma, fərdiləşmədə yerinə. Düzdürmü? Düzdür. Məzmun eynidir, amma adlar fərqlidir. Ona görə də sizdən xahişim odur ki, sualın şərtinə diqqət edin. Sizdən təlimi təşkilinə verilən tələb soruşur, yoxsa didaktik prinsip soruşur. Yaxşı. Məsələn, deyirəm ki, uşaq tapşırığı tək yerinə yetirmək istəyir. Amma müəllim onu digər uşaqlarla birlikdə işləməyə həvəsləndirir. Müəllim bax bu davranışı ilə hansı prinsipə əməl edir? Differensiallaşdırma, fərdiləşməyə. Uşaq tapşırığı tək yerinə yetirmək istəyir, amma müəllim onu birlikdə işləməyə həvəsləndirir. Birlikdə işləyirsə əməkdaşlıqdır müəllimə. Bəli, doğrudur. Müəllim deyirəm ki, su dövranı mövzusunu izah edərkən şəkillər, videoroliklər, real müşahidə təcrübələrindən istifadə edir. müəllimə bu. Bəli, təlimin təşkilinə verilən tələblərdən bəli, düzdür. Uşağın öyrənməyə olan marağını stimullaşdırır. Uşağın daha yaxşı deməli fəaliyyəti yadında saxlamağına köməklik göstərir, əyanilik. Bəli. Bəs müəllim uşaqlardan deyirəm ki, biri tapşırığı yavaş-yavaş yerinə yetirəndə səbirli davranır. Onun fərdi tempinə uyğun dəstək verir. Hansı prinsipin Differensiallaşdırma. Ay, sağ ol. Hər kəsin tempinə uyğun uşağa yanaşırıqsa, vahid deyil. Baxın, vahid sözünü testlərdə görəndə bilin ki, yanlışdır. Vahid yanaşa bilmərik hamıya. Çünki potensiallar fərqlidir. Ona görə də yanaşmamız individual, diferensial, sizinki də fərdi olmalıdır. Aydındır? Müəllim uşaqlara deyir, uşaqlar, niyə qışda ağacların yarpaqları olmur? Sualını verir. Və uşaqlardan fikirlərini əsaslandırmağı xahiş edir. Bu hansı prinsipə əsaslanır? İdrak fəallığı da müəllimə. Demək müəllimlər, bax bir neçə sual verdim. İdrak fəallığının məzmununu açıq sözlərlə belə desək, tərbiyəçi hansı ki siz bunu, baxın, II qaydası olaraq yadda saxlayın, didaktik prinsiplərdə inkişaf yönümlü deyə öyrətmişdim sizə, düzdürmü? Burada isə idrak fəallığını deyirik, II qaydası yadda salın. Yəni orada nə görürsə gətirib burada qoyuruq yerinə. Necə? Yəni uşaqlara işçi vərəqləri vermək, tapşırıqlar vermək, düzdürmü? Uşağı düşünməyə sövq etmək və bu problemi həll etməsi, problemli situasiyalar vermək biz dedik ki, idrak fəallığıdır. Çünki idrak fəallığı da məzmunu koqnitiv materiallar verməkdir. Koqnitiv nədir? Yəni düşündürücü.
düşündürücüdür, Ay, bəli sağ ol, müəllim. bəli. İdrakla bağlı olan bütün hər şey idrak Əlbəttə, sağlığıdır. bəli. İnsaf yönümlülüyü gətirib qoymaq lazımdır. Müəllim uşaqlara fəaliyyətin əvvəlində məqsədi aydın şəkildə bildirir və sonda bu məqsədə çatıb-çatmadığını müzakirə edir. Hansı prinsipin tətbiqidir? Nəticə yönümlülük olar da müəllimə. Bəli. Çünki Nəticə yönümlülük. məqsədin Fəaliyyətin əvvəlcədən əvvəlcədən təyin olunmuş nəticələr əsasında qurulmasıdır nəticə yönümlülüyü. bəli, Planlı olur, proqramlı olur. Ay, Müəllim sağ ol. uşaqlara hər hansı bir fəaliyyəti, təlimi keçəndə deməli öncədən fikirləşir ki, məsəl üçün məşğələmi necə başlayacağam, necə sonlandıracağam və uşaq da müəllimənin bu planlı qurduğu məşğələdə daha çox biliklər əldə edir. Düzdür, məqsədə çatır da, hədəfinə çatır, belə Bəli. deyək. Bu suala cavab verin. Heyvanların yaşayış mühiti mövzusunda müəllim uşaqlara oyuncaqlar, şəkillər, videolar göstərir. Sonra Müəllim, onları orada real təsvirlərlə müqayisə etməyi tapşırır. Bu hansı prinsipin? əyanilikdir müəllimə. Aha. Oyuncaqlar verir uşaqlara, sonra materiallardır, hər hansı bir məsəl üçün siz demiş şəkillərdir, illüstrasiyalardır, daha sonra video roliklərdir. Bəli, bəli. Ümumiyyətlə mücərrəd deyil. Yəni müəllimə biri var ki, uşaqlarda təsəvvür yaradır ki, uşaqlar baxın, tutaq ki, ayı, heyvan ayı. Biri var uşağa müəllimə onun şəklini göstərir. Uşağın ayı haqqında təsəvvürlər daha geniş formalaşır. Aha. Biri də var ki, müəllimə uşağa mücərrəd, şifahi formada deyir ki, uşaqlar ayı, uşaqlar onun gözünün qarşısına məsəl üçün hərəsi bir cür gətirə bilər. Bəli, Amma bəli. ayını eyni formalaşdıra bilməz ki, biri Aha. məsəl üçün qəhvəyi ayı formalaşdıra bilər, biri ağ ayı, Bəli. məsəl üçün. Düzdür. Amma biz onu uşaqlara əyani formada, video rolik mi deyim, şəkillər mi deyim, müəllimə səsli də məncə əyanilik ola bilər. Əlbəttə video roliklərlə dedim, slaydlarla, bəli, bəli. Ki göstərdikcə əyanilik prinsipinə əməl edilir. Bir də siz mənə deyin Leyla müəllimə, uşağa seçim haqqı verirəmsə hansı prinsipə əməl etmiş O oluruq? müəllimə fərdiləşmədir, diferensiallaşdırma, fərdiləşmə. Amma seçimini izah et deyirəmsə, İzah etmək varsa müəllimə, bu məncə idrak fəallığıdır. Seçimini izah edən uşaqda idrak fəallığı olar, yoxsa şəxsiyyət yönümlü olar? Ay, yox müəllimə, izah etmək varsa o ünsiyyətdir, şəxsiyyət Ay, yönümlülükdə. sağ ol. Bəli, İzah özünü ifadə etmək varsa, Bəli. seçimini, yəni öz seçimini izah edir. Hansı İzah tapşırıq etmək, verməmişəm. Baxın, tapşırıq verəndə idrak fəallığı olur, yaxşı? Hər hansı. Amma sadəcə deyirəm seçimini izah et. Niyə görə bunu İzah etmək, seçdin? bəli. Yəni sadəcə seçiminə deyəcək bəzə. Bəli, o niyə görə biz burada şəxsiyyət yönümlü deyirik? İzah etmək, şərh etməyi biz gətirib qoyuruq. Siz bunu didaktik prinsiplərdə artıq öyrənmişdiniz. Yenə deyirəm, eyni məzmundur. Təlimin təşkilinə verilən tələblərdə də biz bunu qeyd edirik. Doğrudur. Təşəkkür edirəm Leyla müəllimə. Sağ olun müəllimə, çox Sağ sağ olun. olun. Samirə müəlliməmizlə davam edək. Axşamınız xeyir müəllimə. Xoş gördük Samirə müəlliməm. Hansı prinsipə görə dedi uşaqların fərdi xüsusiyyətlərinin, maraq və tələbatlarının nəzərə alınmasıdır? Diferensiallaşma. Diferensiallaşdırma və fərdiləşdirmə, Bəli. düzdürmü? Bəli. Bəli. Müəllim uşaqlara deyir, uşaqlar sabah planetlər mövzusunu öyrənəcək. Siz də müstəqil şəkildə araşdırma aparın dedi. Hansı prinsipə əsaslanaraq? Əyanilik. Niyə əyanilik dedik? Gəl bir daha deyirəm sizə. Çünki Müəllim sabah planetlər mövzusunu öyrənəcək. Siz də araşdırma aparın dedi. Araşdırma. Başqa bir açar söz deyim. Axtarıcılıq, tədqiqatçılıq, araşdırmaçılıq. Təlimin təşkilinə verilən hansı tələblərdən prinsipimizdə olan açar sözlərdir? Təlimin təşkilinə verilən hansı prinsiplərin açar sözlərdir? İdrak fəallığı. Yaxşı. Qeyd edək onu öz dəftərimizdə, qeyd dəftərimizdə axtarıcılıq, tədqiqatçılıq, araşdırmaçılıq deyiriksə, bu idrak fəallığıdır. Mən uşağa deyirəm, araşdır. Niyə görə idrak fəallığı oldu? Çünki axı kognitiv materialdır. Uşaq araşdıracaq. Onun idraki fəallığına təkan vermiş oluruq. Aydındır? Bəli. Deyirəm, bu prinsip uşaqların sağlamlığıdır, yuxu rejimidir. Söhbət hansı təlimin təşkilinə verilən tələbdən gedir? Şəxsiyyət yönəmlilik. Bəli, doğrudur. Uşağın fiziki inkişafı və sağlamlığı. Tərbiyyəçi uşağın səhhətində hansısa narahatlıq olduğunu bilərək tez valideynə xəbər verir. Hansı prinsipə əsaslanaraq?
Şəxsiyyət yönəmli. Baxın, tərbiyəçi müəllim uşağın səhhətində narahatlıq olanda, uşağın səhhətində narahatçılıq var. Siz də onun valideyninə xəbər verirsiniz. Nə olar onda? Sənin valideynlə Fərdləşdirmə. yox, sənin valideynlə danışmağın nə olar? Əməkdaşlıq. Bəli, bəli. Deyim, uşağın səhhətində narahatçılıq var və sən nə edirsən? Bəli. Valideyni məlumat verirsən. Bu hansı prinsip əməl etməyə göstərir? Təlimin təşkili. Əməkdaşlıq. Ay, sağ ol, bəli, bəli. Ay, sağ ol. Tərbiyəçi müəllim zəif olan uşaqların hansı zəifliklərin olduğunu aşkarlayır. Lakin güclü uşaqların yaxşı bildiyi mövzular üzərində bilik səviyyəsini çətinləşdirmir. Hansı prinsipi pozur? Tərbiyəçi müəllim. Bax, zəif olan uşaqların, hətta bax, imtahana salınmış, MİQ imtahanına salınan suallardan biridir. Zəif olan uşaqların hansı zəifliklərin olduğunu aşkarlayır. Lakin güclü uşaqların deyir, yaxşı bildiyi mövzular üzərində bilik səviyyəsini çətinləşdirmir. Və bu o demək istəyir ki, müəllim uşaqlara bax, hansı ki, fərdi xüsusiyyətləri və yaxud da templərinə uyğun yanaşmır da. Fərdləşdirmə pozur. Bəli, diferensiallaşdırma və fərdləşməni pozur. Yaxşı. Əşyalarla tanışlıq dövrünə uyğun gələn prinsipimiz necə adlanır? Əşyalarla tanışlıq. Bəli, əşyalarla tanışlıq. Bax, əşyalarla tanışlıq dedikdə hansı prinsip ola bilər sizcə? Əyanlik ola bilərmi? Çünki biz əşyaları uşaq görürsə, toxunursa, hətta müəllimlər bunu da özünüz üçün qeyd edir. Əşyalarla manipulativ dövrdə deyə bilər sizə. Mən indi müəllimimizə dedim əşyalarla tanışlıq dövrü, amma əşyalarla manipulativ dövrə də uyğun. Yəni manipulyasiya nədir? Toxunmaqdır da. Toxunaraq, görərək. Bəli, bu hansı prinsipə uyğun gəlir? Əyanlik. Bəli, çünki əyanlik prinsipimizdə görür uşaq, düzdür? Tərbiyəçi uşaqlara deyir, canlı və cansız aləmi müqayisə et. Hansı prinsipə əsaslanaraq? İdraç olardı. Düşündürücü tapşırıq verir. Bəli, bax demişdik. İndi orada hədəfə tapşırığın adını çəkməyə bilər. Sadəcə deyəcək ki, müəllim uşaqlara deyir ki, canlı və cansız aləmi müqayisə et. Bu tapşırığın verilməsidir, düzdürmü? Tapşırıq vermək idraka aiddir. Bəli. Deyirəm ki, müəllim oyuncaqları bir səbətə yığır və uşaqlara deyir. Sizcə bu səbətdəki əşyalar arasında hansı oxşarlıqlar var? Uşaqlar analiz edir və qruplaşdırır. Bu hansı prinsipə əsaslanır? Bir daha deyir. Açar sözümüz bilirsiniz nədir? Uşaqların analiz edib qruplaşdırması. Necə ki, az öncə ilk sualımıza dediyim axtarıcılıq, tədqiqatçılıq, araşdırmaçılıq, analiz etmə, qruplaşdırma. Baxın, bizim açar sözlərimizdir. Hansı prinsipin? İdrak fəallığını. Yaxşı, idrak fəallığını açar söz. Deyirəm ki, müəllim həftənin əvvəlində məqsədi müəyyən edir. Həftənin sonunda hər bir uşaq ən azı 3 geometrik fiquru tanıya biləcək. Və həftə sonunda uşaqların nailiyyətlərini qeyd edir tərbiyəçi. Hansı prinsipə əsaslanaraq? Nəticə yönümlülük. Bəli, nəticə yönümlülük düzdür. Deyirəm. Məqsəd qoyur. Bəli, düzdür. Deyirəm ki, uşaqlar cütlərlə çalışarkən bir uşaq tərəfdaşının fikrinə qarşı çıxır, tək işləmək istəyir. Müəllim isə baxın o uşağı kollektiv işə sövq edir, kollektiv işə həvəsləndirir. Hansı prinsipə əsaslanaraq? Əməkdaşlıq ola bilər. Əlbəttə ki, cümlədə cütlərlə, qruplarla, kollektiv sözü varsa ki, məsələn, tərbiyəçi uşaqlar cütlərlə, kollektivə məsələn həvəsləndirir və yaxud da uşaq komanda ilə işləməyi öyrənir deyəndə,
Artıq deyəcəksiniz ki, əməkdaşlıqdır da, komandaya uyğunlaşdır. Və yaxud da liderçilik. Aydındır? Bəli. Yaxşı, bu sualıma da cavab ver. Müəllim, yağış necə yaranır mövzusunda real təcrübə keçirir. İsti su, buz, qapalı şüşədən istifadə edir. Bax, hansı prinsipə əsaslanaraq? İdraç. Aha. Bax, bir də deyirəm, yağış necə yaranır mövzusunda təcrübə keçirir və bu zaman otağa isti su, buz, qapalı şüşə gətirir. Aha. Müşahidəçilik, əyanilik Ay, olar. sağ ol. Müəllim mövzunu keçən zaman otağa hər hansı bir İfadə əşyalar edirlər. gətirirsə, uşaqlara göstərirsə müəllimimiz əyanilikdir. Və az öncə də Hə. açar sözlərimizdə biz nə oldu? Əşyalarla dedim tanışlıq dövrü, əşyalarla manipulyasiya, yəni toxunaraq öyrənmə, düzdürmü? Və mövzunu keçərkən və bura mən əşyaları gətirməsi, göstərməsi, yəni deyirəm, illüstrasiyalar, demonstrasiyalar, videoroliklər, slaydlar deyəcək. Aydındır mı? Bunların hər biri əyanilik prinsipinə istinad edir. Təşəkkür edirəm Samirə müəllimə. Davam edirik Sağ olun. Sevinç Mirzəyeva adlı qoşulan müəlliməmizlə. Axşamınız xeyir Könül müəllimə. Xoş gördük müəlliməmiz. Dedik ki, bu hansı prinsipimizdir ki, Sevinç müəllimə səsiniz ex-siz çıxın bir də daxil olma zəhmət olmasa. Yaxşı. Aynur Qarayeva adlı qoşulan müəlliməmiz. Axşamınız xeyir müəllimə. Xoş gördük müəllimə. Hansı prinsipimizə əsasən dedik ki, məktəbə qədər təhsil müəssisələrində dedik, uşaqların öyrənməyə olan marağını stimullaşdırır, öyrəndiklərini daha keyfiyyətli mənimsəməsinə şərait yaradır və yaxud da biliyin hafizə üzərində uzun müddətli yaşamasına imkan verir deyirik. Müəllimə əyanilik. Bəli, əyanilikdir, düzdür. Tərbiyəçi, müəllim, uşaq, valideyn münasibətləri birlikdə necə adlanır? Əməkdaşlıq. Həm təlimin təşkilinə verilən tələbdə, həm də dedik ki, didaktik prinsiplərimizdə eynilik təşkil edən prinsipimiz necə adlandı? Nəticə yönümlülük və şəxsiyyət yönümlülük. Bəli. Deyirəm ki, bir uşaq həmişə sakit olur. Qrupda öz fikrini deməkdən də çəkinir. Müəllim məşğələ zamanı ona xüsusi diqqət ayırır, sakit şəkildə motivasiya edir. Hansı prinsipə əsaslanaraq? Müəllimə diferensiallaşma və fərdiləşmə. Bəli. Müəllim uşaqlara bugün hava niyə küləklidir deyə sual verir. Uşaqlar da səbəblər tapmağa çalışır. Öz fikirlərini irəli sürürlər. Hansı prinsip əks etdirir bu? İdrak fəallığı olacaq da müəllimə. Bəli, düzdür. Qrup işi zamanı uşaqlardan biri oyuncaqları paylaşmaq istəmir. Qrup işi zamanı. Müəllim deyir, biz birlikdə işlədikdə daha gözəl nəticələr alırıq. Gəlin oyuncaqlarımızı bölüşək. Müəllimə burada əməkdaşlıqdır. Ay, sağ ol. Afərin. Müəllim heyvanlar haqqında danışarkən yalnız izah etmir. Həmçinin səs yazıları dinlədir, şəkillər göstərir, maketlərdən istifadə edir. Hansı prinsipə görə? Müəllimə burada onda əyanilik olacaq da, yəni Əlbəttə gətirib ki, göstər. bəli, əyanilikdir, düzdür. Müəllim uşaqlara 3 şəkil göstərir. Yağışlı hava, günəşli hava, küləkli hava və sonra soruşur. Bu şəkillər arasında hansı əlaqələr var? Uşaqlar düşünür və öz fikirlərini irəli sürür. Müəllimə burada idrak fəallığıdır. Çünki fikirləşmək, düşünmək idrak fəallığıdır. Tərbiyəçi məcburi şəkildə uşaqları məşğələ fəaliyyətinə sövq edirsə, hansı prinsipi pozur? Diferensiallaşma və fərdiləşməni. Düzdür. Tərbiyəçi qrupda daha çox fəal uşaqlar üzərində təlimini qurursa, hansı prinsipi pozur? Diferensiallaşma və fərdiləşməni. Bəli, doğrudur. Və müəllim deyirəm ki, qrup işi zamanı kartları düzgün uşaqlar arasında bölməyi tapşırır uşaqların. Və hər biriniz bir rol götürürsünüz, işi daha tez bitirsiniz deyə onlara tapşırıq verir. Hansı Qrup prinsip? işi isə müəllimə burada əməkdaşlıqdır da. Bəli, az öncə açar sözlərimiz dedik. Dedim, qrup işləri varsa, cütlərlə, kollektiv deyə bilər və bu əməkdaşlıqdır. Bəli, doğrudur. Ay sağ ol, doğrudur müəlliməmiz. Yaxşı, deyirəm ki, tərbiyəçi müəllim
Ətraf aləmlə tanışlıq məşğələsində ailəmiz mövzusunda uşağın ailəsi haqqında danışmasını, yaxın qohumlarını adlandırmasını qarşıya məqsəd qoymuşdur. Tərbiyəçi müəllim təlimin təşkilinə verilən hansı prinsipə əməl edir? Müəllimə burada idrak fəallığıdır. Bir daha deyirəm, tərbiyəçi müəllim ətraf aləmlə tanışlıq məşğələsində ailəmiz mövzusunda uşağın ailəsi haqqında danışmasını, yaxın qohumlarını adlandırmasını qarşıya məqsəd qoymuşdur. Tərbiyəçi müəllim hansı təlimin təşkilinə verilən prinsipə əməl edir? Neysə bunu. Hansı prinsipə əməl etdi? Açar sözümüzü dedik. Baxın, ətraf aləm məşğələsidir. Ailəmiz mövzusundasınız və uşağın ailəsi haqqında danışmasını, yaxın qohumlarını adlandırmasını qarşıya məqsəd qoymuş. Onda müəllimə əyanilikdir. Nəticə yönümlülük müəllimi. Bəli, nəticə yönümlülükdür, düzdür. Bir daha deyirəm, situasiyanı diqqətli olun. Ətraf aləmlə tanışlıq məşğələsində ailəmiz dedi mövzusunda uşağın ailəsi haqqında danışmasını, yaxın qohumlarını adlandırmasını qarşıya məqsəd qoyulmuşdur. Məqsəd. Və açar məqsəd sözümüz bildim, nədir? bildim. Məqsədin qoyulması. Məqsədin qoyulması. Yaxşı. Və tərbiyəçi müəllim deyirəm, hansı təlimin təşkilinə verilən prinsipə əməl edir? Qeyd elədiyimiz kimi, nəticə Nəticə. yönümlülük. Ay, sağ olun. Təşəkkür edirəm Aynur Sağ olun. müəlliməm. Sağ olun. Sevinç Mirzəyev adlı qoşulan müəlliməmiz. Bəli, müəllimə. Səsim echo vermir? İndi düzəldi müəllim. Dedi ki, uşaqların koqnitiv materiallarla təmin ediriksə, hansı prinsipə görə? İdrak fəallığı. Uşaqların fərdi xüsusiyyətlərini, maraq və tələbatlarını, inkişaf səviyyələrini nəzərə alırıqsa, Diferensiyalaşma və fərdiləşmə. uşağın kiçik motor bacarıqlarını nəzərə alırıqsa, Şəxsiyyət yönümlülük. nəzərə almaq. Nəzərə almaq. Diferensiyalaşma, fərdiləşmə. Ay, sağ ol. Uşağın kiçik motorikasını inkişaf etdiririksə, Bu şəxsiyyət yönümlülükdür. bəli, bu isə şəxsiyyət yönümlülükdür. Uşağın portfeliosunu tuturuqsa, Portfolio, idrak fəallığı. idrak fəallığıdır. Eyni zamanda diaqnostik İnkişaf qiymətləndirməni aparmaq nədir? Bu uşaq diferensiyalaşma, fərdiləşmə. Bəli, diqqətli oluruq, doğrudur. İnkişafın izlənilməsi yekun hesabat, O idrak fəallığıdır. inkişafın izlənilməsi yekun hesabat, idrak fəallığı. Yaxşı, tərbiyəçi müəllim məşğələ zamanı simli musiqi alətlərindən danışarkən otağa tar, kamança, saz kimi alətlər gətirir. Əyanilik. Bəli, doğrudur. Əyanilik prinsipinə əməl edir. Uşaqların əqli inkişaf səviyyəsini nəzərə alırıqsa, hansı prinsipə əməl edirik? Əqli inkişaf səviyyəsi, idrak fəallığı. Nəzərə almaq varsa, nəzərə alırıq. Hə də fon çaşdırmaq. Cümlədə Diferensiyalaşma, Ay, sağ ol. fərdiləşmə. Bəli. Cümlədə nəzərə almaq varsa, biz bunu Nəzərə təlimin təşkilinə verilən tələbdən diferensiyalaşma deyirdik. Didaktik prinsiplərdə isə onun adı uşaq yönümlülüyüdür. Düzdür? Uşaq yönümlülüyü. Bəli. Hansı prinsip tədqiqatçılıq, axtarıcılıq, araşdırmaçılığı tələb edirdi? İdrak fəallığı. Bəli, az öncə də qeyd elədik ki, idraki fəallıqdır, doğrudur. Əşyalar manipulativ dövrə uyğun gələn prinsipimiz necə adlandı? Əyanilik. Bəli, doğrudur. Müəllim uşaqlara meyvələr haqqında danışarkən real alma, portaxal, balanı qrupa gətirir. Toxundurur, Əyanilik. iyini hiss etdirir. Bəli, müəllimin əməl etdiyi prinsip əyanlikdir. Doğrudur. Əyanilik. Bəli. Uşaqlardan biri rəsm çəkmək istəmir. Amma plastinlə işləmək sevir. Müəllim ona, yenə deyirəm, alternativ yaradıcılıq fəaliyyətləri təklif edir, seçim imkanı tanıdır. Hansı prinsipə əsaslanaraq? Diferensiyalaşma, fərdiləşmə. Doğrudur. Bəli. Müəllim hansı əşya suda batar, hansı üzər mövzusunda uşaqlara məsələn, proqnoz verməyi, sonra sınaqdan keçirməyi tapşırır. Hansı prinsipə uyğundur bu? İdrak fəallığı. Bəli, çünki tapşırıq verir. Axtarıcılıq da. Axtarmalı da tapmalıdırlar. Nə bilim, analiz etməlidirlər orada. Müəllim fəaliyyətin əvvəlində uşaqlara deyir, bugün məqsədimiz həftənin günlərini ardıcılıqla saymağı öyrənməkdir. Nəticə yönümlülük. Bəli, məqsədin əvvəlcədən uşaqlara deyilməsi, düzdürmü?
Düzdür. Hı hı. Deyirəm ki, tərbiyəçi müəllim qrupda uşaqların baxın bir-birlərini dinləyərək ortaq qərara gəlməsinə, əşyalarını paylaşmasına imkan yaradır. Hansı prinsipə görə? Əməkdaşlıq Bəli, düzdür. bir-birlərinə. Müəllim bitkilər necə böyüyür mövzusunda uşaqlara toxum əkdirir və günlər üzrə real müşahidələr aparır. Hansı prinsipə əsaslanaraq? İdrak sağlığı. Hı hı. Bəs idrak fəallığıdır yoxsa? Bir daha deyirəm. Müəllim bitkilər necə böyür mövzusuna uşaqlara toxum əkdirir və günlərlə bunu müşahidə Yəni edirlər. şəkildə əkirlər, müşahidə Ay edirlər. sağ ol. Bəli. Bəyanilik. Bəli. Bəyanilik. Doğrudur. Tərbiyəçi müəllim uşaqlara deyir ki, uşaqlar, sabah ehtiyacınız olmadığı əşyaları sabah bağçaya gətirib ehtiyacı olan uşaqlara verib və bölüşərsiniz. Hansı prinsipə? Əməkdaşlıq edirlər. Bəli. Məsələn, hətta bu miqə salınan suallardan biri idi. Doğrudur müəlliməmiz. Deyirəm ki, müəllim uşaqlara bir alma və bir portağal göstərib soruşur. Bunların oxşar və fərqli cəhətləri nədir? Uşaqlar fikirlərini müqayisə edir, əsaslandırır. Hansı prinsipə görə? İdrak sağlığı. Aha, doğrudur. Bəs deyirəm ki, tərbiyəçi müəllim heyvanların izləri mövzusunu keçərkən qum, palçıq, maketlərdən istifadə edərək uşaqlara iz Əyanlik. çıxartdırır. Bəli, əyanlik prinsipimizə əməl edir, düzdür. Deyirəm ki, müəllim məşğələ zamanı bir uşaq tez yorulur, diqqəti yayınır. Müəllim ona alternativ tapşırıqlar verir, qısa fasiləyə icazə verir. Hansı prinsipə uyğundur bu? Fərdi yanaşır. Differensiyalaşma, Afərin, fərdiləşmə. əla. Bu sualıma da cavab ver. Müəllim uşaqlara müxtəlif əşyalar verir və soruşur. Sizcə bunlardan hansını maqnit çəkər və niyə? Uşaqlar da bax bunu sınaqdan keçirirlər, əsaslandırırlar. Hansı prinsipə uyğundur bu? İdrak sağlığı. Əla. Bir sıra proses burada edirlər. Afərin, Sevinç müəllimə. Təşəkkür edirəm sizə. Könül müəllimə bir şey soruşsaydım. O bayaqki məsələdə orada fikirləşirəm bayaqdan sizin suallara Deyil. cavab verə-verə. O toxum məsələsi sualı var. Onun bir başqa forması bir dəfə mənim qarşıma çıxmışdı. Mənim indi dediyim müşahidəsini aparması. Toxumu əkib Aha. müşahidə aparır. Bu sual necə qoyulsa idrak fəallığı olardı. Orada artıq o tərbiyəçi müəllim ona tapşırıq üzərindən verə bilər onu. Aydın fərqləndirə bilər. Amma belə toxumu əkir, o cümlədə Bəs yox, o onun- müşahidə varsa 100% əyanilikdir. Çünki bu Aha. imtahana da məsələn necə salınmışdı? Məsələn deyirdi Sonra ki, izləməsi, bəli, araşdırması. sonuncu miqə imtahanı səhər fəaliyyətinə tərbiyəçi müəllim uşaqları müşahidələrə ki, sövq edirsə, artıq bu əyanilik prinsipinə əsaslanır. Eləcə də burada cümlənin açar sözü var. Yəni situasiyalar fərqli olacaq müəllimlər, amma burada biz açar sözlərə istinad edərək onu tapacağıq. Burada da bizim açar sözümüz bir sözlə onu aysa. Burada da açar sözün səni müşahidə edir. Əgər bu uşaq müşahidə aparırsa, elə bil ki, ağac əkirik və bunu illərlə, aylarla müşahidələrini aparırıq. Bu bizdə nəyə əsaslanır? Biri var ki, necə ki, Piagetdə deyirik, ağacın əkilmə qaydasını, məsələn, uşağa imkan yaradır. Bir var informasiya verir, bir də var ki, şərait yaradır, qoy özü əksin və onun əkməsinə o şəraiti yaradırsa əyanilikdir də. Yəni görərək, yaşayaraq öyrənir. Aydındır mı? Bu əyanilik prinsipi. Eləcə də burada müşahidələrin aparılması varsa, bəli, bu da əyanilikdir. Çünki görür, onu yaşayırsa, bu fəaliyyətə qoşulursa, bu əyanilikdir. Yaxşı. İdrak fəallığında tapşırığın verilməsi. Bunu bir növ belə başa düşün. Elə bir məşğələni tətbiq etmə mərhələsidir. Tərbiyəçi mövzunu keçəndən sonra uşaqlara tapşırıqlar verilir işçi vərəqləri üzərində. Uşaq həmin o tapşırıqda ağacları fərqləndirəcək, qruplaşdıracaq, ümumiləşdirəcək. Aydındır? Müqayisə edəcək. Bəli, onun müqayisəsini edəcək, analiz edəcək. Onda deyəcək ki, bəli, bu idraki fəallıqdır. Aydındır? Yaxşı. Aydındır. Çox sağ olun. Siz də sağ olun. Nüşabə müəlliməmiz. Sual cavab olunan müəllimlərimiz əllərini salsınlar, zəhmət olmasa, olmayanlar əllərini qaldırsın. Nüşabə müəlliməmiz. Bəli, müəllimə. Nüşabə müəlliməm. Təkrar etməyə həvəsləndirmək. Hansı prinsipimiz olar sizcə? Yəni təkrar etməyə həvəsləndirmək. Təkrarlamağa həvəsləndirmək uşağı. Sizcə hansı prinsipimiz olar? Təkrarlamağa həvəsləndirmək. Bəli. Mənim şəxsiyyət yönümlük olmaz. Demək, belə deyim də sizə, bu mən mövzuları keçiririk, sonra sizə təkrar verirəm.
Təkrar etməkdə bax məqsəd nə ola bilər? Məqsəd varsa, məqsəd nəticə yönümlükdədir müəllimə. Ay sağ ol. Hədəfə çatmaqda, düzdürmü? Bəli, müəllimə. Ay sağ ol. Hədəfə çatmaq, məqsədə yadda saxlayırıq. Təkrar etməyə, həvəsləndirmək nəticə yönümlülükdür. Biz dedik həm didaktik prinsiplərdə, həm də təlimin təşkilinə verilən tələblərdə eynilik təşkil edən prinsipimiz necə adlandı? Müəllimə, eynilik təşkil edən prinsiplərdən biri şəxsiyyət yönümlülükdür, digəri də nəticə yönümlülükdür. Azə, eyni məzmunu bunu yadda saxlayırıq. Müəllim suyun 3 halı mövzusunu keçərkən buz gətirir, suyu qızdırır, uşaqlara buxarı göstərir. Hansı prinsipə uyğundur bu? Müəllimə, bu əyanilikdir. Bəli. Bəs müəllim fəaliyyət zamanı uşaqlara əvvəlcədən məqsədi açıqlayırsa, sonra nəticələri nəticə ümumiləşdirirsə, hansı prinsipə əsaslanır? Nəticə yönümlülükdür müəllimə. Bəli. Bəs müəllim uşaqlara problem verir. Əgər qar əriyərsə, nə baş verər? Uşaqlar fərziyyələri irəli sürür. Müəllimə, bu idrak fəallığıdır. Bəli. Bax, ona görə də açar sözümüz nə oldu Şəbə müəllimə? Problemli situasiyaların uşaqlara verilməsi. Düzdürmü? Bəli, bəli. Ay, Bəli, sağ ol. müəllimə. Tərbiyəçi müəllim mövzunu keçir, amma uşaqları sual-cavab etmir. Hansı prinsipi pozur? Bu şəxsiyyət yönümlülüyü pozur. Mövzunu keçirik, amma sual-cavab etmirik. Diferensiallaşdırma və fərqləşdirmə. Yox. Nə olar sizcə? Necə bu? Bax, Mövzunu məşğələyə keçirsən, mövzunu keçmirsən. Amma sonda uşaqları sual-cavab etmirsən, işçi vərəqləri... Ondan sonra nəticə yönümlülükdür müəllimə. Niyə ki? Bax, demədim ki, müəllim plan əsasında mövzunu keçmir. Deyirəm, mövzunu keçirsən. Ammasına qulaq asın. Sual-cavab etmirsən. Sual-cavab etmirsə idrak fəallığıdır. Ay, sağ ol. Yaxşı. Və yaxud da bunu başqa cür qarşınıza çıxa bilər sizin ki, müəllim mövzunu keçir, amma uşaqlara işçi vərəqləri vermir. Hansı prinsipi pozur? Yenə deyəcək idrak fəallığı. Bu da idrak fəallığın bəli müəllimə. Uşaq tapşırığı gec yerinə yetirir, müəllim onu tələsdirmir, fərdi tempinə uyğun yanaşır. Bu diferensiallaşdırma və fərqləşmədir. Ay, sağ ol. Hər kəsin tempinə uyğun yanaşma. Müəllim heyvanlar mövzusunda yalnız danışmır. Həm şəkil göstərir, həm maket, həm səs yazılarından istifadə edir. Bu əyanilikdir. Bəli. Qrup işi zamanı müəllim rol verir. Biri rəngləyir, biri təqdim edir. Qrup işi zamanı. Bu da müəllimə əməkdaşlıqdır da. Bəli, ay sağ ol. Müəllim uşaqlara deyir, niyə bəzi əşyalar suda batır? Sualını verir. Və uşaqlar da bax bunu araşdırır. Müəllimə, bu idrak fəallığıdır. Bəli. Çünki açar sözüm bilirsən nə idi? Araşdırmaçılıq. Araşdırma, bəli. Tədqiqatçılıq. Bax bunu deyirdik, düzdürmü? Müəllimə tapşırıq verir, bəli. Ay sağ ol. Qruplaşdırmaq dedik, ümumiləşdirmə etmək, düzdür? Bəli, müəllimə. Bəli. Deyirəm, uşaqlar birlikdə maket düzəldir. Əməkdaşlıq. Ortaq qərar qəbul edirlər. Hansı prinsipə görə? Əməkdaşlıq, bəli. Müəllim, bəli. Müəllim bitkinin böyüməsini izah etmək üçün real toxum əkdirir. Uşaqlara gündəlik müşahidələr apardırır. Müəllimə, bu da əyanilikdir. Ay, sağ ol. Toxumu əkdirib müşahidələrin aparılması. Bəli. Aydındır? Bəli. Bəli. Məsələn, müəllim uşaqlara suyun xüsusiyyətlərini izah etdikdən sonra real təcrübə aparır. Müəllimə, təcrübə aparırsa, bu da elə bil əyanilikdir də. Ay, sağ ol. Bəli. Təcrübələrin aparılması, az öncə baxdın, yenə deyirəm, müşahidələrin aparılması, təcrübələr nə zaman aparılır? Yəni, suyun xüsusiyyətlərini izah edir. Və bu zaman deyir və sonra bunun təcrübəsini aparır. Aydındır? Bəli. Ay, sağ ol. Bəs müəllimin uşaqlara mövzunun əvvəlində məqsədi bildirməsi. Bu nəticə yönümlülükdür. Ay, sağ ol, düzdür. Yaxşı, bu sualıma da cavab ver. Bir uşaq tapşırığı digərlərindən tez bitirir. Müəllim ona əlavə yaradıcı tapşırıqlar verir. Onun inkişafını dəstəkləyir. Hansı prinsipə görə? Müəllimə, bu da diferensiallaşdırma və fərqləşmə deyil. Bəli. Biri tez bitirsə də
yenə də onun potensialına uyğun, onun tempinə uyğun, düzdürmü? İnkişafının dəstəklənməsi həyata keçirilir. Demək, müəllim hər kəsin tempinə uyğun uşaqlara yanaşır. Aydındır? Ayrı seçkiliyə yol vermir. Müəllim bərabər imkanları qoruyur. Oldu Nişabə müəllimə? Uşaqların xüsusiyyətini nəzərə alır. Bəli. Ay, sağ ol. Təşəkkür edirəm. Siz sağ olun müəllim. Ülkər müəlliməmiz. Ülkər Allahverdiyev adıyla qoşulan müəlliməmiz. Salam müəllimə, necəsiz? Təşəkkür edirəm. Siz yaxşı olasınız. Hansı prinsipimizdə müxtəliflik, fərqlilik, individuallıq dedik nəzərə alınır? Uşaq yönümlü deməli. Axı, burada uşaq yönümlü yoxdur. Bu məsələyə mütləq diqqət edək. Nə olacaq? Diferensiallaşdırma və fərdləşdirmə. Yaxşı. Diferensial. Çünki düzdür, mən sizə deyirəm ki, sizə asan da olsun deyənə ki, istiqamət verirəm. Didaktik prinsiplərdə, uşaq yönümlüdə nə öyrənmişdinizsə, gətirib burada qoyuruq. Təlimi təşkilinə verilən tələblərdə diferensiallaşma, fərdləşmədir. Eyni məzmundur, sadəcə adlar fərqlidir. Düzdür? Sadəcə sizdən istədiyim odur ki, şərtə diqqət edirik. Bizdən didaktik prinsip istəyir, yoxsa təlimin təşkilinə verilən tələb istəyir. Çünki sizi sabah imtahana çatdırmaq məqsədi ilə təlimin təşkilinə verilən tələbi soruşub, ora məsələn uşaq yönümlü yazacaq. Amma biz bilirik ki, uşaq yönümlülük prinsipi dedikdə bu didaktik prinsiplər əsaslanır. Düzdür? Bayramların keçirilməsi təlimin təşkilinə verilən hansı prinsipi idi? Şəxsiyyət yönümlü müəllimə. Bəli, doğrudur. Gün rejiminə əməl etmək. O da şəxsiyyət yönümlü. Ay, sağ ol, doğrudur müəlliməmiz. Deyirəm, müəllim qrupda daha çox sosial uşaqlar üzərində təlimini qurur. Qapalı uşaqları təlimdən kənar saxlayır. Hansı prinsipi pozur o? Əməkdaşlığı müəllimə. Əməkdaşlıq nə ki? Deyirəm ki, fəaliyyətini sosial uşaqlar üzərinə qurur. Yəni özünü ifadə edən, ünsiyyətə girən. Fəaliyyətlərdə fərdləşmə. Ay, sağ ol. Deyirəm, qapalı uşaqlar təlimdən kənar qalır. Müəllim nə etdi? Ayrı seçkilə yol verdi də, düzdürmü? Bəli. Ay, sağ ol. Qrup işi o da mənə çaşdırdı müəllimə. Ona görə. Müəllim problemli situasiya yaradır. Açar sözlərimizdən biridir. Əgər günəş olmasaydı uşaqlar nə baş verərdi? Uşaqlar da bax müzakirələr edirlər, fərziyyələr irəli sürürlər. İdrak fəallıqdır müəllimə. İdrak. Uşaqlar burada Bəli. analiz edir. Bəli. Müəllim fəaliyyət zamanı qrup üzvlərinə rol verir. Və nəticəni birgə baxın, uşaqlar qərar verirlər. Əməkdaşlıqdır müəllimə. Bəli, düzdür. Müəllim deyir, məqsədimiz bu gün ona qədər saymağı bacarmaqdır. Sonra Nəticə yönümlü. nailiyyətləri yoxlayır. Bəli, nəticə yönümlülükdür. Tərbiyəçi məşğələni keçir və sonda uşaqlara işçi vərəqlərini vermir. Hansı prinsipi pozur? Burada idrak fəallığı, nəticə yönümlülüyü müəllimə. Necə? Necə, müəllim necə düz işçi vərəqlərini verir, ancaq Müəllim deyirəm mövzunu keçir, sonda uşaqlara işçi vərəqi vermir. idrak fəallığını pozurdu müəllimə. Bəli, idrak fəallığı pozur. Müəllim mövzu zamanı şəkildir, maketdir, real nümunələrdən istifadə edirsə, hansı prinsipə əməlidir? Əyanilikdir müəllimə. Ay, sağ ol, düzdür. Qrup işi zamanı müəllim uşaqlara ortaq qərar qəbul etməyi, bir-birini dinləməyi tapşırır. Əməkdaşlıq. Bəli, ay, sağ ol. Bəs deyirəm ki, müəllim məşğələ zamanı bütün uşaqlardan tapşırığı eyni sürətlə, eyni formada yerinə yetirməyi tələb edir. Hansı prinsipi pozur o? Müəllimə, burada tapşırıq varsa, burada idrak fəallığı gedir. Yox, bir dənə məsələ var, ona qulaq asmadın, diqqət eləmədin. Necə? Müəllim məşğələ zamanı bütün uşaqlardan tapşırığı eyni sürətlə, eyni formada yerinə yetirməyi tələb edir. Hansı prinsipi pozur? Hansı bir diferensial fərdləşmə. Bəli. Hamıdan necə eyni olan, yəni gözləyə bilərsən axı nəticəni. Axı uşaqlar fərqlidir, axı potensiallar fərqlidir, düzdürmü? Eyni formada nəticə gözləyə bilmərik. Və biz bunu tələb ediriksə, demək ki, uşaqların, yəni müəllimənin yanaşması uşaq yönümlü deyil, yəni diferensial deyil, aydındır? Və bəli. Müəllim uşaqlara təcrübə aparmağa imkan vermədən bütün cavabları özü izah edir. Hansı prinsipi pozur? Əyanilik pozur, əyanilik prinsipi.
Müəllim uşaqlara təcrübə aparmağa imkan vermədən sualları özü cavablandırırsa, sualları özü İdrak fərqlidir müəllimə, Ay, idrak sağ ol. fərqlidir. Ay, sağ ol. Bəli. Aha. Deyirəm ki, müəllim qrup işi zamanı yalnız bir uşağın işləməsinə icazə verir. Digərlərini bax kənarda saxlayır. Aha. Hansı prinsipi pozur? Reallaşma fərqləşmə. Yenə də ay sağ ol, düzdür. Müəllim mövzunu yalnız şifahi izah edir. Heç bir şəkil, əşya, vizual vasitələrdən istifadə etmir. Hansı prinsipi pozur? Əyanlı prinsipi pozur müəllimə. Bəs müəllim fəaliyyətin sonunda uşaqların nə öyrəndiyini yoxlamır. Məqsədə çatıb çatmadığını müəyyən etmir. Hansı prinsipi Nəticə pozur? yönümlü pozur. Bəli, Nəticə yönümlü. düzdür. Bəs desəydim ki, müəllim uşaqlara müxtəlif üsullarla tapşırığı yerinə yetirməyə icazə verir və hər bir fərqli yanaşmanı dəyərləndirir. Hansı prinsipdir? Fərqləşməni diferenlaşma. Diferensiyalaşma və fərqləşmədir. Bu sualıma da cavab ver. Müəllim uşaqlara sizcə buz niyə əriyir sualını verir. Onlar da səbəbini axtarmağa çalışır. Hansı prinsipə əsaslanaraq? Axtarma varsa müəllimə burada idrak fəallığı gedir. Bəli. Çünki nə etdik? Çünki tapşırıq Bəli. verdik, düzdür? Müəllimə düşündürücü sual verib burada idrak fəallığıdır müəllimə. Bəli. İdraki fəallığını təmin edirik, düzdürmü? Uşağın analiz Bəli. etməsi, yenə deyirəm, mühakimə Analiz. etməsi, bəli, Bəli. doğrudur. Təşəkkür edirəm sizə. Davam edək validə müəlliməmizlə. Axşamınız xeyir olsun Könül müəllimə. Xoş gördük sizi əziz müəlliməmiz. Müəllimə. Məktəbə qədər dedik təhsil müəssisələrində uşağın öyrənməyə olan marağını artıran, öyrəndiklərini daha keyfiyyətli mənimsəməsinə şərait yaradan, biliyin hafizə üzərində uzun müddətli yaşamasına imkan verən prinsipimiz necə adlandı? Prinsip uzun müddət Biliyin hafizə üzərində, bəli. Əyanilik. Bəli, müəllimə. bəli, bəli. Əyanilikdir, doğrudur. Əyanilik. Uşaqların fiziki, əqli inkişaf səviyyəsini nəzərə alırıqsa, hansı prinsipə əsaslanaraq? Müəllimə. Ay, sağ ol, bəli. Qışda qarın necə yağdığını göstərmək üçün bağçanın həyətyanı sayəsini aparıram, göstərirəmsə, hansı prinsipə? Əyanilik müəllimə. Ay, sağ ol. Əyanilik. Düzdür, doğrudur müəlliməmiz. Bəs dedim uşağın səhhətində hansısa narahatlıq olduğunu bilərək valideynə Əməkdaşlıqdır müəllimə. Üzrlü sayın tezlik. bəli, bəli, düzdür. Əməkdaşlıq. Doğrudur, doğrudur əziz Çünki müəllim. valideynə əlaqə, yəni valideyn, müəllim və uşaq, yəni bu əlaqə üç bucaq deyilir bu Ay, təlimdə. sağ ol. Doğrudur, Bəli. doğrudur müəllim. Müəllim fəaliyyət zamanı uşaqlara kiçik qruplara bölünərək birgə tapşırığı işləməyi tapşırır. Hansı prinsipə Bu əsaslanır? əməkdaşlıq da müəllimə qruplar, cütlər, kollektivsə bu əməkdaşlıqdır. Bəs müəllim mövzunu izah edərkən real əşyalar, şəkillər, videolardan istifadə edirsə, Bu əyanilikdir müəllimə. Əgər şəkillərdən, video çarxlardan istifadə bəs edirsə, müəllim fəaliyyətə başlamazdan əvvəl məqsədi bildirirsə, sonda nəticəni qiymətləndirirsə, bu nəticə yönümlüdür müəllimə. Müəllim uşaqlara eyni tapşırıq verir. Bir uşaq işi tez bitirir, digəri isə çətinlik çəkir. Müəllim hər iki uşağa fərqli yanaşaraq birinə əlavə tapşırıq verir, digərinə isə dəstək verir. Bu Hansı? diferanlaşma, fərdləşmə Ay, uşağın sağ ol. maraqlarını nəzərə Bəli, almalıdır. bəli, düzdür. Müəllim uşaqlara qeyd edir. Əgər bitkilər su içməsə nə baş verə bilər? Sualını verir. Uşaqlar müxtəlif ehtimallar söyləyirlər. Bəli. Tədqiqatlar aparırlar, araşdırma Ay, əsas sağ ol. aspektləridir. Bəli. Sual verirsə bu idraki fəallıqdır. Bəli. Bəs müəllim fəaliyyətin əvvəlində məqsədi elan edir. Bugün hər biriniz rəngləri düzgün qruplaşdırmağı bacaracaqsınız deyir. Nəticə yönümlüdür, məqsədə çatmaqdır müəllimə. Bəli. Nəticə yönümlüdür. Bəs müəllim uşaqlara bir maket hazırlamağı tapşırır. Uşaqlar işi bölüşdürür, biri yapışdırır, biri rəngləyir, biri təqdim edir. Bax bu hansı prinsipə əsaslanır? Müəllimə, bu biri yapışdırır, biri isə bu əgər cütlərlə, qruplarla işləyirlər. Bu Fəaliyyətləri ümumiyyətlə uşaqlar fəaliyyətləri öz aralarında bölüşdürüblərsə, əməkdaşlıqdır. Bəli, yadda saxlayın. Müəllim meyvələr mövzusunda yalnız danışmır. Uşaqlara real meyvələr göstərir, toxundurur, dadına baxdırır. Bu əyanilikdir müəllimə, görsədir. Toxumu. Bəli.
Toplumda əşyalı manipulyasiyadır. Az öncə dedim bunu, hətta nəzərə alan, yəni əşyalarla manipulyasiv dövrə də deyə bilər, əşyalarla Bəli. tanışlıq dövrünə də deyə bilər, uyğun gələn. Bəli, deyəcəyik ki, əyanilikdir. Yaxşı. Bəli. Deyirəm ki, bir uşaq rəsm çəkməyi sevir. Amma tərbiyəçi müəllim onu məcburi şəkildə konstruktor oynamağa cəlb edir. Hansı prinsipi tərbiyəçi pozur? Yəni bu differenlaşdırma və fərdiləşmədə uşağın yenə meyil marağına, yəni onu necə deyirlər, nəzərə almır da uşağın. Ümumiyyətlə Marağını. yadda saxlayın ki, situasiyalarımızda məcburiyyət varsa və bu zaman deyir, təlimin təşkilinə verilən prinsiplərimizdən hansı ki, qeyd elədik, differensiyalaşma və fərdiləşmə pozulmuşdur. Müəllim uşaqlara buz parçası göstərir və soruşur. Bunu isti otağa qoysaq nə baş verə bilər? Bu əyanilikdir müəllimə. Sonra Yəni bu- uşaqlarla müşahidələr aparırıq. Bəli, Bəli, müşahidələr aparırsa, cümlədə müşahidə yəni- sözü varsa, aydındır, bu olacaq bizim əyanilik. Dedik ki, müəllim fəaliyyətin əvvəlində məqsədi bildirirsə, sonda isə uşaqlardan bu gün nə öyrəndik sualını. nəticə yönümlüdür müəllimə bu. Bəli, doğrudur. Bu sualda cavab ver, müəllim uşaqlara müxtəlif materiallar təqdim edir və deyir: İstədiyiniz üsulla ev maketi hazırlaya bilərsiniz. Uşaqlar fərqli üsullar seçirlər. Yox, qulaq as. Müəllim uşaqlara materiallar təqdim edir. Və onlara qeyd edir ki, istədiyiniz üsulla ev maketi hazırlaya bilərsiniz. Və uşaqlar da fərqli üsullar seçirlər. Müəllim də hamısını dəyərləndirir. Bu Müəllimin differenlaşdırma, fərdiləşmə deyil müəllimə. Bəli. Bir daha deyirəm, uşaqların müəllimlər, açar sözümüz bilirsiniz nə oldu? Müəllim baxın uşaqlara müxtəlif materiallar təqdim edə bilər, amma burada onların istədiyini əsas deyir, istədiyiniz deyir, Yəni, üsulla istədiyinə. ev maketi hazırlaya bilərsiniz. Demək müəllim burada artıq uşağa seçim haqqı verdi. Deyir, istədiyiniz Bəli, üsulla açar sözü ilə istədiyini Ay, sağ ol. Və deyirəm uşaqlar da fərqli üsullar seçirlər. Müəllim də hər birini dəyərləndirir. Aydındır? Bu zamanda deyirik ki, müəllimin əməl etdiyi prinsip differensiallaşdırma və fərdiləşmədir. Təşəkkür edirəm sizə müəlliməmiz. Çox da minnətdaram sizə, sağ olun. Mələk Ağazadə adıyla qoşulan müəlliməmiz. Bəli, müəllim, axşamınız xeyir. Xoş gördük müəlliməmiz. Kimlər sual cavab olmasa, xahiş edirəm əllərini qaldırsın. Sual cavab olunan müəllimlərimiz də əllərini salarlar, zəhmət olmasa. Demək, müəlliməmiz, siz bizə qeyd edin. Məktəbəqədər təhsil materiallarının koqnitiv xarakter daşımasına imkan verən prinsipimiz necə adlandı? İdrak fəallığıdır, müəllim. İdrak Koqnitiv fəallığı, bəli. materiallar. Bəs biliyin hafizə üzərində uzun müddət yaşamasına imkan verən Əyanilik, tərbiyəçi, müəllim, uşaq, valideyn münasibətləri. əməkdaşlıqdır, müəllim. Bəli, doğrudur. Müəllim uşaqlara sual verir. Əgər ağaclar olmasaydı, insanlara nə təsir edərdi? Uşaqlar səbəb-nəticə əlaqələri quraraq cavab verirlər. Nəticə yönümlülükdür, müəllim. Niyə nəticə yönümlülük ki? Müəllim uşağa sual verir. Axtarıcılıq, araşdırmaçılıq, Uşaq idraki səbəb-nəticə əlaqəsi qurursa, bu da bizim növbəti bir açar sözümüzdür. Orada səbəb-nəticə əlaqələri qurulursa, idraki fəallıqdır. İdraki Aydındır? fəallıqdır, Çünki sən, axtarıcılığa ay sağ ol, onu məhvədir. düşünməyə sövq edirsən. Aydındır? Bəli, düşünməyə sövq ediriksə, biz deyirik ki, idraki fəallıq. Çünki bir növ koqnitiv materiallar verir, düşündürücü. Ona görə də nə oldu bizim açar sözümüz? Sualları vermək, işçi vərəqləri vermək, aydındır? Axtarıcılıq, tədqiqatçılıq, araşdırmaçılıq da Araşdırmaçılıq, müqayisə etmək, ümumiləşdirmək, qruplaşdırmaq. Hər bir idrak Müəllim fəallığı. fəaliyyətin əvvəlində deyir. Bugün məqsədimiz böyük və kiçik anlayışlarını fərqləndirməkdir. Nəticə yönümlülükdür, müəllim. Ay sağ ol. Bax, bu nəticə yönümlülükdür. Müəllim uşaqları qruplara bölür. Hər qrupa fərqli tapşırıq verir. Daha sonra Əməkdaşlıqdır, müəllim. qruplar öz işlərini bir-bir təqdim edirlər. Necə? Əməkdaşlıqdır, müəllim. Əməkdaşlıqdır. Bəli, bir daha deyirəm. Müəllim uşaqlara qruplara bölür. Hər qrupa fərqli tapşırıq. Bu cümlədə açar sözümüz Qruplara qrupdur. bölünürsə, Bəli. əməkdaşlıqdır. Sonra qruplar da öz işlərini bir-bir təqdim edirlərsə, açar sözlərimizdir. Bəli, bu bizim Bəli, əməkdaşlıqdır. əməkdaşlıq. Müəllim təbiət hadisələri mövzusunu izah edərkən
video çarxdır, şəkildir, real müşahidələrdən istifadə edir. Əyanilikdir müəllimə. Bəli. Bir uşaq tapşırığı fərqli cavab verir. Müəllim cavabı dərhal səhv saymır. Digər uşaqların da fikrini soruşur. Hamısına seçim haqqı verir. Hamısını dinləyir. Hansı prinsipə uyğun olaraq? Diferensiallaşma, fərqləşmədə müəllimə Bəli. deyim ki, seçim hüququ verir. Uşaq fəaliyyət zamanı tez yorulur. Müəllim ona qısa fasilə verir. Sonra fəaliyyətə yenidən qoşulmasına kömək edir. Bu da diferensiallaşma və fərqləşmə olardı. Bir daha deyirəm. Uşaq fəaliyyət zamanı yorulması və sənin ona fasilə verməyinə imkan yaratması. Yəni bir də gözləmə vaxtı verirsən ha. Bəli, Bax bu imtahana da salınan suallardan. Yadda saxlayın ki, təlimin təşkilinə verilən prinsiplərimizdən diferensiallaşma fərqləşmədir. Amma biz bunu didaktik prinsip olaraq soruşsaydı deyərdik ki, uşaq yönümlüdür. Yaxşı. Məzmunca fərqlidirlər, amma bənzəyirlər. Aha, Yox, bəli. məzmunca bənzəyirlər. Məzmun eyni də ad fərqlidir. Düzdür? Bəli, qarşıdır. Müəllim uşaqlara müxtəlif əşyalar göstərərək soruşur. Hansılar suda üzər, hansılar batar? Uşaqlar da təxmin edirlər, yoxlayırlar, analiz edirlər. Əşyalar göstərirsə müəllimə əyanilik prinsipidir. Necə? Müəllim uşaqlara müxtəlif əşyanı göstərir və soruşur. Qulaq asın. Hansılar suda üzər, hansı batar? Sual verir burada müəllimə. Uşaqlar da deyirəm, uşaq təxmin edir, analiz edir, yoxlayır. Demək, fəaliyyətə keçib artıq bu. Biri var görmək. Görmək varsa, müşahidə etmək varsa, bu zaman mən deyə bilərəm əyanilikdir. Amma mən fəaliyyətə keçmişəmsə artıq, məni fəaliyyətə sövq olunmuşamsa, bu idraki fəallıqdır. Artıq uşaq orada düşünəcək, fəaliyyətə keçib. Yaxşı. Müəllim məşğələnin əvvəlində məqsədi müəyyən edir və fəaliyyətin sonunda uşaqların həmin bacarığı mənimsəyib, mənimsəmədiyini yoxlayır. Nəticə yönümlülükdür müəllimə. Bəli. Bəs müəllim uşaqlara eyni mövzu üzrə seçim imkanı verir. Biri rəsm çəkir, biri plastilin düzəldir, digəri aplikasiya hazırlayır. Diferensiallaşma və fərqləşmə. Ay, sağ ol. Yəni fəaliyyət zamanı və yaxud da deyirəm ki, uşaqlar, mən sizə nağıl danışacağam, qoğalın nağılını danışım, şənglim, şüngülüm danışım, yoxsa cırtdanı danışım. Yəni seçim haqqı verirəmsə, diferensiallaşma, fərqləşmə, amma seçimini izah et desə, İdrak fəallığı. yox, seçimini izah etmək şəxsiyyət yönümlülükdəki idrakdır. Uşağın anlaması varsa, aydındır, məntiq yürütməsi varsa, demədim ki, sual verdim. Deyirəm ki, niyə görə bunu seçdin? Aydındır. Deyir ki, məsələn, böyüyəndə kim olacaqsan və mən bir neçə sadalayıram və o deyir ki, böyüyəndə müəllim olacam. Mən deyirəm ki, niyə görə müəllim olmağı seçdin? Yəni sən bunu koqnitiv material kimi düşünmə. Sadəcə uşaq öz fikrini aydındır ünsiyyətə girərək, dialoq quraraq bəli öz fikrini deyəcək. Bu da şəxsiyyət yönümlülükdür. Müəllim uşaqlara niyə bu suda əriyir sualını verir. Uşaqlar da səbəbini izah edirlərsə, İdrak fəallığı. bəli, bax artıq bu idrak. Çünki sual vermişəm, düzdür? Bəli. Müəllim fəaliyyətin əvvəlində məqsədi bildirirsə, bu gün həndəsi fiqurları tanımağı öyrənəcək. Sonda uşaqlar Nəticə yönümlülükdə əvvəlcədən bəli, bildirir məqsədi. hədəfə çatmaq, məqsədə çatmaq, düzdürmü? Bəli. Bu suala da cavab ver. Qrup işi zamanı müəllim uşaqlara tapşırır ki, qərarı birlikdə qəbul edirsiniz. Hər kəs də öz fikrini bildirsin. Bəli. Əməkdaşlıq başar sözlərimizdən artıq öyrənirsiniz. Müəllim meyvələr mövzusunda uşaqlara real meyvə göstərir. Onun rəngini, dadını, qoxusunu. Əyanilik prinsipidir. Bəli, əyanilikdir. Təşəkkür edirəm müəlliməmiz. Çox sağ olun. Çox sağ olun. Davam edək Aytəkin müəlliməmizlə. Sağ olun, şahınız xeyir olsun. Xoş gördük Aytəkin müəlliməm. Məktəbə qədər təhsil materiallarının koqnitiv xarakter daşıması hansı prinsipimiz idi? İdrak fəallığı. Biliyin hafizə üzərində uzun müddət yaşamasına imkan verən prinsipimiz.
Uşaqların fərdi xüsusiyyətlərinin, maraq və ehtiyaclarının, tələbatlarının nəzərə alınmasıdır. Sevişmə və fərqləşmə. Bəli, doğrudur. Differensial. Və dedik həm didaktik prinsiplərdə, həm də təlimin təşkilində eyni olan həm adı, həm məzmunu hansı prinsiplər idi? Yönümlülük və şəxsiyyət yönümlülükdür. Həm adı eynidir, həm də məzmunu. Sağ ol, bəli. Bir uşaq tapşırığı düzgün yerinə yetirə bilmir. Müəllim onu danlamaq əvəzinə ona fərdi dəstək göstərir. Hansı? Differensiallaşma, fərqləşmə. Səsimiz zəif gəlir. Müəllim uşaqlara müxtəlif materiallar verir və soruşur. Sizcə hansı material suyu keçirər, hansı keçirməz? İdraç fəallığıdır bu. Bəli, uşaqlar nəticəyə gəlirlər, hansı ki araşdırırlar. Nəticəyə gəlmək, araşdırmaq varsa, bu idraki fəallıqdır. Müəllim uşaqları qruplara bölür və hər qrupa ortaq tapşırıq verir. Sonda qruplar bir-birinin işini qiymətləndirir. Əməkdaşlıqdır bu. Bəli, aferin. Müəllim fəsillər mövzusunu izah edərkən şəkillər, videolar, təbiət müşahidələrindən istifadə edir. Demonstrasiyalar əyanilikdir. Bəli. Müəllim fəaliyyətin sonunda uşaqlardan soruşur. Bugün hansı yeni məlumatı öyrəndiniz və nəticələri ümumiləşdirir? Bu nəticə yönümlülükdür. Nəticə yönümlülükdür, düzdür. Bəs müəllim uşaqlara müxtəlif üsullarla işləməyə imkan yaradır və hər biriniz tapşırığı öz bacarığınıza uyğun yerinə yetirə bilərsiniz, deyir. Fərdiləşmədir, yaş xüsusiyyətlərinə uyğun olaraq, meyvə maraqlarına. Bəli, doğrudur. Bəs müəllim uşaqlara belə bir sual verir. Əgər yağış heç yağmasaydı, təbiətdə nə dəyişərdi? Uşaqlar səbəb-nəticə əlaqələrini qururlar, cavab verirlər. İdraç fəallığıdır. Uşaqlar özləri fikirləşərək idraç, səbəb-nəticə əlaqələrini yaradır. Bəli, çünki biz burada nə dedik? Axtarıcılıq, tədqiqatçılıq, araşdırmacılıq, analiz etmə. Bəli. Müəllim fəaliyyətin əvvəlində məqsədi açıqlayır. Sonda uşağın məqsədə çatıb çatmadığını müəyyən edir. Bu nəticə yönümlülükdür. Düzdür. Desəydik ki, müəllim uşaqları qruplara bölərək bir maket hazırlamağı tapşırır və hər bir uşağın da prosesdə iştirak etməsinə şərait yaradır. Bəli, əməkdaşlıqdır. Bəs desəydik ki, müəllim nəqliyyat vasitələri mövzusunu keçən zaman oyuncaqlar, şəkillər, video nümayişlər. Əyanilikdir. Əyanilikdir, doğrudur. Bəs desəydim ki, bir uşaq tapşırığı yerinə yetirməkdə çətinlik çəkir, müəllim ona əlavə vaxt verir, fərdi şəkildə kömək edir. Differensiallaşdırma və fərdiləşmə, düzdür. Bəs müəllim uşaqlara hansı əşyalar maqnitə yapışır sualını verir. Uşaqlar da ki, analiz edirlər bunu, yoxlayır. İdraç fəallığıdır. Bəli, idraki fəallıqdır. Dedi, uşağın portfilosunu tərbiyəçi müəllim tutursa, hansı prinsipə uyğundur bu? İdraç fəallığıdır. Bəli, portfilo anlayışını Emiliyadan bilirik, bunu ona flowchart deyirdi. Hansı ki, uşaqların inkişaf dinamikasını izləməyə imkan verirdi bizə və o da qiymətləndirmənin bir növüdür. Ona görə də biz deyə bilərikmi ki, inkişafın izlənməsi yekun hesabatda idrak fəallığına daxildir? Bəli, yekun hesabat inkişafın izlənilməsi idrak fəallığına daxildir. Diaqnostik qiymətləndirmə aparmaq. Bu isə differensiallaşdırma fərdiləşməyə daxildir. Doğrudur. Uşağın kiçik motorikasını inkişaf etdirmək. Şəxsiyyət yönümlülükdür. Amma kiçik motorikasını nəzərə almaq? Differensiallaşdırmadır və nəzərə almaq, bəli. Ona görə də bu məsələləri dik. Düzdür, biz şəxsiyyət yönümlülükdə pis motor bacar. Xüsusiyyətlərini, meyl maraqlarıdır burada. Bəli. Doğrudur. Təşəkkür edirəm Aytəkin müəllimə. Biz sizə təşəkkür edirik. Çox sağ ol. Elnarə müəlliməmiz, Elnarə Abdulova adilə qoşulan müəllimə. Buyurun, axşamınız xeyir olsun müəllimə. Xoş gördük müəllimə. Axşamınız xeyir. Bundan sonra mənə qoşuldu, mən gedəcəm ona görə. Afiyet müəllimə, baş üstü müəllimə. Elnarə müəllimədən sonra sizin adınız çəkəcək. Elnarə müəllimə. Bəli, buyurun. Bilin asan, tez mənimsəməsinə xidmət edən prinsipimiz necə adlandı? Əyanilik, keyfiyyətli mənimsənməsi üçün şərait yaradır. Əşyalarla tanışlıq dövrünə uyğun gələn prinsipimiz necə adlandı? Tanışlıq gələn? Əşyalarla tanışlıq dövrünə uyğun gələn prinsipimiz necə adlandı?
O da əyanilik ola O da bilərmi? əyanilik Bəli. prinsipidir. Və Bəli, demişdim əyanilik az öncə prinsipi, də bəli. əşyalarla manipulativ dövrdə də deyə bilər və manipulyasiya etmək də əyanilikdir, düzdürmü? Bəli, bəli. Aha. Əyanilik prinsipi. Qrup işi zamanı müəllim uşaqlara bir-birinin fikrini dinləyib ortaq qərar vermələrinə şərait yaradırsa. Əməkdaşlıq. Ay sağ ol. Əməkdaşlıqdır. Müəllim mövzunu izah edərkən yalnız danışmır, həm də real əşyalar, müşahidələrdən istifadə edir. Əyanilik prinsipidir burada. Müşahidə varsa əyanilik prinsipindən söhbət gedir. Bəs müəllim fəaliyyətin sonunda uşaqlardan nə öyrəndiklərini soruşursa, nəticələri dəyərləndirirsə, Nəticə yönümlü. nəticə yönümlü. Əvvəldən əgər fikrini Aha. bildirib, sonda nəticələnirsə, Bəli, bəli. nəticə yönümlü. Müəllim uşaqlara eyni mövzunu fərqli üsullarla təqdim etməyə icazə verir. Biri danışır, biri rəsm çəkir, digəri səhnəcik qurur. Hansı prinsipə uyğundur? Diferensiallaşdırma, fərqliləşdirmə. Bəli, əlbəttə ki. Yəni deyirəm, müəllim dedim uşaqlara eyni mövzunu fərqli üsullarla Nəzərə təqdim etməyə icazə verir. Aydındır. nəzərə Ay alınırsa, sağ ol. Biri nəzərə alırdı, biri rəsm dedim çəkir, biri səhnəcik qurdu. Aydındır, biri danışdı. Oldu. Bəs müəllim uşaqlardan soruşur. Əgər günəş çıxmasa, insanlar və bitkilər necə təsirlənər? Uşaqlar idrak fəallığı. Bəli, uşaqlar deyəcəydim ki, o məntiqi nəticələr çıxarırlar, analiz edirlər, idraki fəallığı. Çünki yenə də deyirəm, burada siz nəzəri olaraq kognitiv materialı deyirsinizə, biz indi daha çox situasiyasına önəm yetiririk ki, situativ suallardakı məntiqi nəticəyə gəlmək, analiz etmək, yenə deyirəm, düzdürmü? Səbəb-nəticə əlaqələrini qurmaq, axtarıcılıq, tədqiqatçılıq, araşdırmaçılıq hər biri harda yer aldı? İdraki fəallıqda. Bəli, afərin. Bəs müəllim dedim fəaliyyətin əvvəlində məqsədi açıqlayır. Bu gün məsələn rəngləri ayırd etməyi öyrənəcəyik. Sonda uşaqlar uyğun rəngləri seçirlər. Nəticə yönümlü. Bəli, məqsədin əvvəlcədən uşaqlara deyilməsi. Düzdürmü? Əvvəlcədən bildirir. Müəllim tərəvəzlər mövzusunda real tərəvəzlərdən istifadə edir. Uşaqlar onlara toxunurlar, uşaqlara onu tanıdır. Bəli. Əyanilik Ay prinsipi sağ ol, nasıl? düzdür. Bir uşaq tapşırığı digərlərindən fərqli üsulla yerinə yetirir. Müəllim onun fərqli düşünməsini müsbət dəyərləndirir. Hansı prinsipə uyğundur? Diferensiallaşdırma. Əlbəttə ki, bir daha deyirəm, müəllimlər nəzər yetirsin. Niyə görə diferensiyalaşma oldu? Nəzər yetirmək Bir varsa, uşaq deyirəm tapşırığı digərlərindən fərqli üsulla yerinə yetirir demək və müəllim də deyirəm ki, onun fərqli düşünməsini dəyərləndirir. Aydındırmı? Yəni mənfi yanaşmır da, olduğu dəstək verir sadəcə. Müəllim uşaqlara niyə bəzi əşyalar batır, bəziləri üzür sualını verir və onlar da araşdırmağa idrak yönəldir fəallığı uşaqları. burada. Bəli, yenə də Araşdırma varsa idrak fəallığı. fəallığı Bəli. lazım. Müəllim uşaqlara birgə tapşırıq verir və deyir, bu işi yalnız birlikdə tamamlamalısınız. Birlikdə Birgə tapşırıq verir və deyir, bu əməkdaşlıqdır. işi yalnız birlikdə tamamlamalısınız. Bəli. Yəni Əməkdaşlıqdır birlikdə burada. tamamlamağı da şərt qoyub sonra müəllimə istəyir ki, birgəlik, yoldaşlıq, əməkdaşlıq formalaşsın da. Yəni burada yadda saxlayın ki, paylaşmaq da deyə bilər. Hətta az öncə dediyim imtahana da salmışdı ki, uşaqlar evdə ehtiyacınız istifadə yəni etmədiyiniz əşyaları, oyuncaqları sabah deyirəm bağçaya gətirib ehtiyacı olan uşaqlara verərsiniz. Bax burada da paylaşmağı, yoldaşlığı öyrədir də uşaqlara, aydındır bölüşmək. Yəni ona görə deyirəm ki, əməkdaşlıq, yoldaşlıq. Oldu. Müəllim mövzunu izah edərkən şəkillər, videolar, real müşahidələrdən istifadə edir. Əyanilik prinsipidir. Bəli. Doğrudur. Bəs müəllim uşaqlara tapşırıq verir və bildirir ki, hər kəs onu öz maraq və bacarığına uyğun formada təqdim edə bilər. Hansı prinsipə uyğundur bu? Təqdim edə bilər. Bir daha deyirəm, müəllim uşaqlara tapşırıq verir və bildirir ki, hər kəs yəni tapşırığı öz maraq və bacarığına uyğun formada təqdim edə bilər. İdrak fəallığıdır da burada. Bəlkə diferensiallaşma və fərdləşmədir, çünki müəllim bu imkanı, bu şəraiti yaratdı. Hər kəsin Şəraiti yaradırsa çünki diferensiallaşdırma. hər kəsə deyir ki, öz maraq və bacarığına uyğun formada təqdim edə bilər. Aydındırmı? Yəni öz istəyinə uyğundur. Maraq nədir? İstəyə görə nəzərə İstəyinə alırsa, uyğun, bəli. O zaman nə olacaq bu? Diferensiallaşdırma və Diferensiallaşdırma, fərdiləşdirmə. Ay sağ ol. Aydın oldu. Yəni deyirəm, öz Bəli. maraq və istəyinə uyğun olduğu üçün biz deyirik ki, diferensiallaşma və fərdiləşmə. Müəllim soruşur uşaqlar.
Bitkilər işıq almasaydı nə baş verərdi? Uşaqlar da fərziyyələr irəli sürərək nəticə çıxarırlar. İdrak fəallığı. Bəli, idrak fəallığı. Sualıma da cavab ver. Müəllim məşğələnin əvvəlində məqsədi açıqlayırsa və fəaliyyətin sonunda həmin məqsədində nə dərəcədə həyata keçdiyini yoxlayırsa, nəticə yönümlü Nəticə yönümlülükdür. prinsipimizdir. Bəli, doğrudur. Təşəkkür edirəm Elnara müəlliməmiz. Çox sağ olun. Təşəkkür edirəm. Çox sağ olun. Sağ olun. Sevinç müəlliməmiz, Sevinç Əhmədova Adilə qoşulan müəlliməmiz. Axşamınız xeyir olsun müəllimə. Xoş gördük müəlliməmiz. Dedi, uşaqlara koqnitiv materiallarla təmin ediriksə hansı prinsipimiz oldu bu? İdrak fəallığı. Aha. Tərbiyəçi, müəllim valideynlərlə münasibəti düzgün qurur. Daim uşağın davranışları barədə məlumat verir. Tərbiyəçi, müəllim hansı təlimin? Burada əməkdaşlıq. Aha, doğrudur. Dedim, tərbiyəçi, müəllim məşğulə zamanı sibli musiqi alətlərindən danışır. Otağa tar, kamança, saz kimi alətlər gətirir. Hansı prinsipə uyğundur bu? Əyanilik. Bəli, gətirir, göstərir, düzdürmü? Uşaqların əqli inkişaf səviyyəsinə nəzərə alırıqsa hansı prinsipdir bu? İdrak fəallığı. Nəzərə almaq dedim axı. Yox, nəzərə almaq. Uşaqların deyirəm əqli inkişaf səviyyəsini nəzərə almaq hansı idi? Diferensiyalaşdırma və fərqləşmə. Bəli. Bəs zəruri həyati bacarıqların formalaşması. Burada şəxsiyyət yönümlülüyü. Zəruri həyati bacarıqlar vasitəsilə tədqiqatçılıq, axtarıcılıq, araşdırmacılığı tələb edən prinsipimiz. İdrak fəallığı. Bəli, idraki fəallıqdır, doğrudur. Hər kəsin öz fərdi qavrama səviyyəsinə, öyrənmə tərzinə görə baş tutan prinsipimiz necə adlanır? Diferensiyalaşdırma, bir də fərqləşmə. Bəli, diferensiyalaşma və fərdləşmə düzdür. Deyirəm ki, müəllim uşaqları qruplara ayırır və tapşırığın icrası zamanı onların fikir mübadiləsi aparmasına şərait yaradır. Hansı prinsipə görə? Burada əməkdaşlıqdır. Bəli. Müəllim ev heyvanları mövzusunu keçirir, oyuncaqlar, şəkillər, videolar nümayiş etdirir. Hansı prinsipə uyğundur bu? Burada əyanilikdir. Bəli, əyanilik prinsipimizdir. Göstərir, gətirir, göstərir, müşahidələr var burada, bəli. Bir uşaq tapşırığı daha gec yerinə yetirir, müəllim onu tələsdirmir, fərdi şəkildə kömək edir. Hansı prinsipə əsaslanır? Burada da diferensiyalaşdırma və fərqləşmə. Bəs müəllim uşaqlardan soruşsa ki, sizcə hansı əşyalar suda üzəcək? Sonunda uşaqlar birlikdə təcrübə aparıb analiz edirlər. Hansı prinsipə uyğundur bu? Burada soruşursa artıq araşdırmacılıq, analiz etmə və idrak fəallığıdır. Bəli, bəli. Müəllim qrup işi zamanı uşaqlara ortaq qərar verməyi, bir-birini dinləməyi tapşırır. Burada əməkdaşlıqdır. Əlbəttə ki. Qrup işidirsə. Müəllim mövzunu izah edərkən real nümunələrdən, müşahidələrdən istifadə edir. Əyanilikdir burada. Bəs müəllim fəaliyyətin sonunda uşaqların nə öyrəndiklərini soruşur, nəticələri qiymətləndirir. Qiymətləndirmə varsa artıq nəticə yönümlülük prinsipidir. Bəs müəllim uşaqlara tapşırıq verir və deyir, hər biriniz bu işi öz düşündüyünüz üsulla edə bilərsiniz. Hansı prinsipə Burada uyğundur? seçim verilir, yəni uşaq yönümlülük, yəni diferensiyalaşdırma və fərqləşmə. Ay, sağ ol. Bəs müəllim uşaqlara belə bir sual versə ki, əgər yağış yağmasa, bu bitkilərə necə təsir edər? Burada idrak fəallığı. Çünki araşdırıb Səbəb nəticə əlaqələrini qururlar artıq uşaqlar burada. Düzdür? Olacaq idraki fəallıq. Sualıma cavab ver. Müəllim fəaliyyətə başlamazdan əvvəl məqsədi bildirirsə, sonunda nəticəni yoxlayırsa, hansı prinsipə uyğundur bu? Burada nəticə yönümlülük. Nəticə yönümlülük. Açar sözümüz məqsəd sözüdür, bəli. Ay, sağ ol. Bəs müəllim uşaqları qruplara bölərək ortaq tapşırıq verir və hər bir uşağın iştirakını təmin edirsə, hansı prinsipə uyğundur? Diferensiyalaşdırma. Tapşırıq verirsə, Yox, burada bir məsələ var idi, ona qulaq asmaq, dinləmədik. Müəllim uşaqlara deyirəm, qruplara bölərək ortaq tapşırıq verir və hər bir uşağın da iştirakını təmin edir. Qruplara bölərək bunu edir. Aha. Bəli. Ay, sağ ol. Təşəkkür edirəm Sevinç müəllimə. Afət müəlliməmizlə davam edək. Afət müəlliməmizlə. Axşamınız xeyir. Xoş gördük müəlliməm. Təşəkkür edirəm, yaxşı olasınız. Müəllimə. Keçən nə idi ki, mən qoşulan
xətt kəsildi bir anlıq. Bilmirəm mən nə qədər təzədən daxil oldum. Olur Girəmmə. problemi olur əziz müəlliməmiz. Müəllim meyvələr mövzusuna keçərkən real meyvələr, şəkillər, video nümayiş etdirir. Hansı prinsipdir bu? Əyanilikdir. Artıq orada vəsətlərdən istifadə edilir. Orada Bəli. məsələn canlı. Bəs desəydim ki, bir uşaq tapşırığı yerinə yetirməkdə çətinlik çəkir, müəllim onu danlamır, əlavə vaxt və dəstək verir. Burada deməli uşaq yönümü ilə əlaqədar olaraq oxşar olduğunu diferensiallaşdırma və Əla, fərdləşmə. doğrudur. Bəs müəllim uşaqlara niyə buz əriyir sualını verir və uşaqlar da bax burada analiz edirlər, nəticəyə gəlirlər. Burada analiz edirlər, araşdırmadır da müəllimə, məsələn, idrak fəallığıdır. İdraki fəallıqdır, bəli. Bəs qrup işi zamanı müəllim uşaqlara bir-birinin fikrini dinləməyi, ortaq qərara gəlməyi öyrədir. Ortaq qərara gəlməyi öyrədir. Bəli. Burada deyil müəllimə, Qrup əməkdaşlıq. işi zamanı açar sözümüz nə oldu? Bu cümlədə situasiyalar fərqli ola bilər. Amma mən orada qrup işini görürəmsə və uşaqların burada bir-birinin fikrini dinləməsi, ortaq qərara gəlməsi əməkdaşlığın bir növüdür. Düzdür? Əməkdaşlıqdır. Burada qruplar əməkdaşlıqla Bəli, əlaqədardır. bəli, bəli, açar sözlərimizdir. Bəs müəllim mövzunu izah edərkən şəkillər, maketlər, real əşyalardan istifadə edirsə, Əşyalardan istifadə. Burada əyanilik deyil müəllimə. bəli, bəli, əlbəttə yanilikdir. Bəs müəllim fəaliyyətin sonunda uşaqların əldə etdiyi nəticələri yoxlayıb ümumiləşdirirsə, Bu ümumiləşdirirsə mən idrak fəallığı deyil, idrak. müəllim fəaliyyətin sonunda uşaqların əldə etdiyi nəticələri yoxlayır və ümumiləşdirir. Yönümlükdür, nəticə yönümlük. Bəli. Bəs müəllim nəqliyyat vasitələri mövzusuna keçərkən uşaqlara müxtəlif şəkillər təqdim edir, maketlər göstərir. Göstərir. Hı. O yenə də əyanilik deyil müəllimə, əyanilik. Bəli, Maket bəli. əyanilikdir. Amma desəydim ki, müəllim nəqliyyat vasitələri mövzusuna keçərkən suda və quruda hərəkət edən nəqliyyat vasitələrini fərqləndirməyi tapşırdı. Burada fərqləndirmə varsa, burada uşaqlara elə bir düşünmə verir də, yəni araşdırmağı zadı uşaqlar burada idrak fəallığıdır. Bəli. İdraki artıq Bəli, bəli. yönləndir. Bir uşaq, doğru dediniz, bəli, idraki fəallıqdır ki, fərqləndirir. Bir uşaq nağıl danışmaqda, digəri isə rəsm çəkməkdə daha bacarıqlıdır. Müəllim hər ikisinə öz güclü tərəflərini nümayiş etdirmək imkanı yaradır. İmkanı yaradır. Diferensiallaşdırma deyil müəllimə. Bəli, bəli, bəli. Hər kəsin öz potensialına uyğun yanaşmanı göstərir, düzdürmü? Tələb edir. Hətta bu diferensiallaşdırma, fərdləşmə inklusivlə də əlaqədar olmalıdır. Bəli, ümumiyyətlə çoxdur. Yəni biz diferensiallaşma, fərdləşmə dedikdə bərabər imkanları qorumaq, seçim haqqı vermək, hər birinin o potensialına uyğun yanaşmaq, hər birinin o tempinə uyğun yanaşmaq, aydındırmı? Gözləmə vaxtı vermək. Müəllim fəaliyyətin əvvəlində bildirir. Bu gün sonunda hər biriniz birdən 10-a qədər saymağı bacaracaqsınız. Əvvəlində bildir, birdən 10-a qədər saymaq lazım. Nəticə yönümlük, müəllimə, nəticə yönümlük. Əlbəttə ki, məqsədin əvvəlcədən uşaqlara deyilməsi, düzdürmü? Orada verir, sualı ona görə beynimdə analiz Bəli, bəli, bəli. Bəs müəllim heyvanlar mövzusunda oyuncaqlar, şəkillər, qısa video nümayiş etdirirsə, bu hansı prinsipə uyğundur? Bu da əyanilikdir müəllimə. Bəli, bəli. Bəs müəllim uşaqlara sual verirsə ki, sizcə quşlar niyə yuva qururlar? Uşaqlar bax burada belə sübutlar gətirirlər, öz fikirlərini əsaslandırırlar. İdrak fəallığıdır Bəli, müəllimə. bəli. Yenə də çünki uşağı düşünməyə sövq edən sual vermisən sən. Ona görə biz deyirik ki, uşaqları koqnitiv materiallarla təmin ediriksə, düzdürmü? Uşaqları koqnitiv materiallarla təmin ediriksə. Bu idraki fəallıqdır. Bir də mənə deyin, biliyin hafizə üzərində uzun müddətli yaşamasına imkan verən prinsipimiz necə adlandı? Biliyin uzun müddətli mən necə? Biliyin hafizə üzərində uzun müddət yaşamasına imkan verən prinsipimiz necə adlandı? Heç yönümlük deyil müəllimə bu. Əyanilik ola bilərmi? Əyanilik, yadda saxlamaq üçün şəkil, biliyin, şəkil və Çünki biliyin, dedim, hafizə üzərində uzun müddətli yaşamasına imkan verir. Yaxşı?
Burada əyani Ay, var, sağ ol. istəyirsən göstər. Bildim, aydın Ay, oldu sağ ol. mənə. Təşəkkür edirəm Afət müəllimə. Sağ olun, Çox sağ olun. görüşməmiz, sağ olun. İkə müəlliməmiz. Müəllimə, axşamınız xeyir olsun. Xoş gördük müəlliməmiz. Uşaqların fərdi xüsusiyyətlərinin, maraq və tələbatlarının fiziki əqli inkişaf səviyyəsinin nəzərə alınmasıdır. Bu diferensiallaşma və fərqləşmədir. Düzdür. Uşaqları koqnitiv materiallarla təmin ediriksə hansı prinsipimizdir bu? Bu idrak fəallığıdır, koqnitiv materiallar. Aha, doğru. İnkişaf yönümlülük. Bəli, doğrudur. Uşaqlarda zəruri həyatı bacarıqlar formalaşdırırıqsa? Bu şəxsiyyət yönümlülükdür. Aha. Müəllim hər səhər uşağın idman etməsinə, orqanzm möhkəmləndirilməsi tədbirlərin aparılmasına özən göstərir. Müəllimə, bu da şəxsiyyət yönümlülükdür də. Bəli. Müəllim gün rejiminə əməl edir. Hansı prinsipdir? Bu da şəxsiyyət yönümlülükdür, gün rejimi. Düzdür, düzdür. Dedik, bağçaya ilk dəfə gələn uşaq haqqında müəllim valideynlə söhbət edir. Uşağın marağı, musiqi zövqü, sevdiyi yeməklər haqqında məlumat alırsa, hansı prinsipə əsaslanaraq? Diaqnostik qiymətləndirmə olur da. Yox, yox. Deyirəm, bağçaya ilk dəfə gəlib. Müəllim də valideynlə... Ay, sağ ol. Valideyn, müəllimə əməkdaşlıq. Bir uşaq tapşırığı tez bitirirdi. Gəlsəm əlavə köməyə ehtiyac duyur, belə deyək. Müəllim də hər iki uşağa fərdi yanaşır. Bu diferensiallaşma və fərdləşmədir. Fərdi yanaşmaq. Bəs müəllim qrup üzvlərinə rol paylayır. Biri müşahidəçidir, biri rəngləyəndir, biri təqdimatçıdır. Qrup varsa burada əməkdaşlıqdır, açar söz. Aha, bəli, düzdür. Bəs müəllim mövzunu izah edərkən uşaqlara həqiqi yarpaqlar, budaqlar, çiçəklər təqdim edir. Bu əyanilikdir təbii ki. Ay, sağ ol. Təqdim etmək. Doğrudur. Bəs müəllim mövzunu izah edərkən belə deyək də, uşaqlara suallar verir ki, bugün hansı yeni məlumatları öyrəndiniz? Onu harda istifadə edə bilərsiniz? Bu idrak fəallığı ola bilər. Ümumiyyətlə, məşğələdə, məşğələnin sonunda müəllim uşaqlardan soruşur ki, bugün hansı məlumat, yəni yeni məlumatlar öyrəndiniz? Onları harda istifadə edə bilərsiniz? Bəlkə nəticə yönümlülükdür məşğələnin sonunda müəllim uşaqlardan soruşsa ki, bugün hansı yeni məlumatları öyrəndiniz? Onu harda istifadə edə bilərsiniz? Sonda soruşur da. Bu nəticə yönümlülükdür. Yenə deyirəm, açar sözümüz sondadır. Sonunda, məşğələnin sonunda müəllim uşaqdan soruşur ki, bugün hansı yeni məlumatlar, koqnitiv material verməz ki, deyir ki, sonda soruşuram ki, bugün nələri öyrəndik biz? Nədənsə bu nəticə yönümlülüyü ancaq mənim beynimə belə batıb ki, ancaq plan deməkdir. Dərsin əvvəlində. Yox, məqsədin əvvəlcədən uşağa deyilməsi, bir də məşğələnin sonunda uşaqlara deyirsiniz, uşaqlar, bugün nə öyrəndik? Aydındır. Bizə nə öyrəndik, əlbəttə sənin məqsədin olacaq da, yəni düzdürmü? Öyrətdiyin sənin məqsədindir. Ona əsaslanaraq biz qeyd edirik. Bir də az öncə müəllimlərə deyirdim, təkrar etməyə həvəsləndirmək. Təkrar etməyə həvəsləndirmək də nəticə yönümlülükdür. Yaxşı. Niyə nəticə yönümlülükdür? Çünki bugün mən də sizə bir neçə mövzudan sonra təkrar verirəm ki, biz hədəfə çataq, məqsədə çataq. Aydındır. Müəllim uşaqlara şəkillər göstərir, soruşur. Bu heyvanların yaşayış mühiti. Demək, mövzu keçərkən şəkillər göstərərək soruşursa, bəli, əyanilikdir. Əyani vasitələrdən istifadə etmək. Aha, bəli. Məsələn, heyvanların yaşayış mühiti mövzusunda məşğələ keçən müəllim uşaqlara suallar verir ki, bu heyvanların yaşayış mühiti niyə fərqlidir? Uşaqlar da nəticə çıxarırlar. Bu hansı prinsipdir? Araşdırırlar. Nədir? Araşdırmazsa buna idrakdır da mənim. Əlbəttə ki. Yəni, araşdırma sözünü burada demədim. Müəllimin uşağa hansı ki, düşündürücü sual verməsi, düşündürücü sual verməsi. Beynində axtarır, düşünür və cavab verir. Bəli, bəli. Düşündürücü sualların verilməsi yadımızda saxlayaq ki, idraki fəallıq. Çünki koqnitiv düşündürücüdür. Yaxşı. Uşağın idrakını, zehnini inkişaf etdirən. Fəaliyyətin əvvəlinə məqsəd bildirirsə, fəaliyyətin sonunda uşağın nəticələri təqdim etmələrini istəyirsə tərbiyəçi, az öncə bax onu başqa formada dedim görək biləcəyik, bəli. Uşaqlar qrup halında maket hazırlayırlar. Müəllim həm əmək bölgüsü aparır, həm də bir-birinin fikrini hörmət etməyi tələb edir uşaqlardan. Bu da əməkdaşlıqdır. Yenə də burada qrup sözü var. Ay, sağ ol, düzdür. Bəs müəllim itkilər haqqında danışarkən uşaqlara video roliklər göstərirsə,
uşaqlarla birlikdə toxum əkirlərsə, bu hansı prinsipdir? Bu əyanilikdir müəllimə, Ay göstərmək. sağ ol. Doğrudur, bəli, doğrudur. Bir də bu sualıma cavab ver. Bir uşaq tapşırığı şəkildə gəlirsə, danışaraq təqdim etmək istəyir. Müəllim hər iki təqdimat formasını qəbul edir. Müəllimə, bu fərqləşmə olar, Bəli, diferensiasiya bəli. olar. Hər kəsin tempinə uyğun, fəaliyyət Yəni zamanı uşağın öz istəyinə görə hər kəsə uşaqlara ayrıca diqqət ayırır. seçim haqqları veririksə, yadınızda saxlayın ki, bu diferensiallaşdırma və fərdləşmədir. Yaxşı, diferensiallaşma, Bəli, müəllim. fərdləşmədir. Təşəkkür edirəm Bəli, Bikə müəllimə sizə də. Çox sağ olun. Siz sağ olun müəllimə, çox sağ olun. Çox sağ olun. Demək istəyirəm, bugünkü mövzumuz sizinlə təlimin təşkilinə verilən tələblər idi. Növbəti dərs üçün sizə yeni mövzu verməyəcəm. Təlimin təşkilinə verilən tələblərə aid hansı ki məntiqi situativ test göndərəcəm. Həmən testi işləyərsiniz. Biraz çətindir, amma çətin olmasa sizi narahat etməsin. Çünki gələn dərs birlikdə testi canlı şəkildə açacağam və birlikdə müzakirə edərək, sual-cavab edərək bir daha bu mövzunun üzərindən keçəcəyik. Təşəkkür edirəm hər birinizə əziz müəllimlər. Gecəniz xeyrə qalsın. İnşallah ki, növbəti